Alo, buyurun. Alo, axşamınız xeyir olsun. Akşam. Sizi narahat edən Əliyev Tarix Tahiroğludur. Mən Nərimanov rayonu Gülarə Qədirbəyli küçəsində yaşayıram. Mənim şikayətim müğənni Səidə Sultan ləqəbli müğənnidəndir. Deməli, mən sosial şəbəkələrdə 2 gündür bu qadının bilmirəm hansı vəziyyətdə olduğu, hansı vəziyyətdə olmadığı bəllidir. Etik olmayan sözlərdən istifadə edir. Azərbaycan televiziyalarını təhqir edir. Aparıcıları təhqir edir. Onlara türmədə yatan insanların sözləri ilə, çox pis tərbiyəsiz sözlərlə türmədə yatıb çıxan dostları var, nələri var, bunlara güvənir. Ona görə mən istəyirəm ərzəm daxil olsun ki, mən də sabah gedim Daxili İşlər Nazirliyinə şikayətimi verim. Çok sağ olun, minnettarım size. Var olun. Allah can sağlığı versin. Var olun. Var olun. Var olun. Var olun. Var olun. Vəkilime de sabah vereceğim, məhkəməyə vereceğim. Gələrsən sənin o avyi dostların. Buradan da o bəzi aparıcılara deyirəm ki, tüpürüm sizin üzvünüzə. Kül sizin başınıza ki, siz hansısa bir hallanan, mallanan, özünü tanımayanın bir əlində qalmısınız. Ben 2 gündür dözürdüm. Bu da ucu sənə bəsdir. Bax, indi biləsən ki, bundan sonra mənim haqqımda danışacaq hər bir kəlmə sənin əleyhivə işləyəcək. Çünki həvəsdir, bəsdir. Gedərsən, devlətin yanında cavabı verərsən ki, sən kimsən ki, ümumiyyətcə televiziyalar haqqında çıxıb deyirsən ki, siz çuşqasız, siz pavilyonsuz, yəni pozğunxanasız, nəsiz, nəsiz. İndi sənin o müğənni dostlarıma da buradan deyirəm. Kişilər, gizlin geylər. Bir dənə sizdən status görüm. Görüm ki, televiziyaları pisləmisiniz. Sizin o geyliyinizi, Dağıstana gedib kimi ilə görüşdüyünüzü, yanınızda işçi gəzdirdiyiniz başqa adamı deməsəm ha, mən atamın oğlu Tolik döyürəm. Sizə buradan deyirəm. Biriniz siz çıxıb biz televiziyalarımıza əsassız şəkildə biz aparıcılar təhqir ediyorsa, sizin əməllərinizi bu cəmiyyətə deməyən sizin tayınızdır. Bunu deyirəm, bu sözümün dalında dayanıram. Və sabah da 9:30'da bu serial ümumi ölkə vəziyyətində olacaq ki, görüm xanım müğənni hansı, çox sağ lazımdır, hansı haqla Azərbaycan televiziyalarına səviyyəsiz, siz çuşqasız, siz üzdən İraqsız, nə bilim, Svetoy, nə bilim, bunları hansı ixtiyarla deyir. Kim buna bu icazəni verib? Mən buna sabah ölkəmin qanunları ilə bu qadın çağırılacaq və bu həddi və dediyin söz var. Mən orada dedin ha. O ekran kaydı alınıb orada. Sən o sözə görə sən Səidə məndən üzr istəyəcəksən. Nənövün qəbrinə and olsun ki, məndən üzr istəyəcəksən. Deyəcəksən, səhv demişəm. Bəlkə də bir pox yemişəm də deyəcəksən. Demək dedizdir. Xıracan gedəcəyəm. O mənə bayaq bir sözdür. Sənə onu yedizdirəcəm Səidə. Sən ki mənə Brilliant Dadaşovanın yayımında dedin ha. Mən sənə onu Svitoy yeri və and olsun. Sənin o Svitoy yanında oturanlar var ha. Onların o Svitoy yerlərinə and olsun, səni yedizdirəcəyəm. Sənin də oğlanlarına deyirəm ki, nömrəm də Səidədə var. Hünəriniz var, biriniz mənə zəng vurun. Hünəriniz var, biriniz mənə zəng vurun. O hünər amma sizdə yoxdur. Çünki siz də hallanırsınız, zırranırsınız, nə edirsiniz bilmirəm. Amma mən attım, evdən bayıra çıxmadım. Sabah saat 9:30'da səslərlə, kayıtlarla tarixin bir gününə vaxtınız olsa baxın. Gecəniz xeyrə qalsın, öpürəm sizi, özünüzdən müğayət olun. Sustum 2 gün İsa'nın xatirinə, Pərinin xatirinə, heç Pəri mənə deməmişdi heç nə. Dedim Pəri ilə duz çörəyi kəsirəm, ayıbdır, gözləyirəm. Sən Lotuşka, sən dağdaşa rast gəldi. Mən sənin üçün nə niyam döyürəm, nə o sevinç döyürəm. İndi sənin də o müğənni dostlarıma deyirəm. Hodri meydan, DS 31 GS'lər. Hamımızın tarixçəsi var. Dağıstanda görüşdüyünüz oğlandan tutmuş, hansı ki indi tutublar içərdədir. Ad verəcəkdir sizə.
burada dost olub sonra bacısını ərə verənlərdən. Hamımıza aiddir.